söhbəti yox. Bir kutu Gamo Rocket həmişə. Hər kəsə salam dostlar. Bu günlərim sizə bir əfsanə markası olan Gamo firmasının tiri ilə tanış eləmək istəyirəm. Çox gözəl bir tirimiz var. İçindən lazımsız sənət-sünətlər çıxır, söhbəti yox. Bir kutu Gamo Rocket həmişə kimi mənim ən sevimli patronum. Başqa da kutunun içindən heç nə çıxmır. Karoka Gamo olsa da yenə boş göndəriblər. Bir ədəd belə bir tirimiz çıxır içərisindən. Dostlar, baxın. Deməli, Gamo Black Max IGT modeli. Deməli dostlar, bunun özəlliyi nədir? IGT modeli dünyanın ən sürətli lülə çıxış sürətinə sahib olan, lülədən qatlanan tir modelidir. Bunun içərisində olan IGT qaz piston sistemi yalnız və yalnız Gamo'dadır. Başqa tirlərdə yoxdur. Deməli, lülə çıxış sürəti 1400 FPS-dir. 1400 FPS-in bir odlu silahın lülə çıxış sürətindən belə çoxdur da. Belə başa salım sizi. Ov tüfənginin lülə çıxış sürəti təxmini 800-900 FPS olarkən bunda 1400 FPS-dir. Kral ailəsinin ən güclü modeli N11 qaz pistonlu sistem tirin lülə çıxış sürəti 900-1000 arası FPS-dir. Bunun isə 1400 FPS. Bunun gücü isə 24 joule. 24 joule deyərəm sizə PCP tirlərin gücü ilə eynidir. Hələ bəlkə də deyərəm elə PCP tir var ki, bundan daha güclüdür. Üzərində bir ədəd çox incə mexaniki nişangahı ayarlana bilir. Aşağı, yuxarı, sağa, sola çox incə bir arpacığı var. Hətta sizə deyim ki, 30 metrə məsafədən atışların göstərəcəm sizə, bir belə yan-yana düşüb də qırmaların hamısı. Üzəri dəmir örtü ilə örtülübdür. Lülə geydirməsi var və o hissəsində səs boğucu bir mexanizma var. Səsi irəliyə vermir də. Deməli dostlar, başqa nə deyim sizə? Quattro tetik sistemi var. Tetiyi normalda 2 kilo 700, 2 kilo 600 ağırlığındadır tetiyi. Bunu istəsəniz, içərisindən bir ədəd balaca şestegranik çıxır, yeri var burasında. İstəsəniz, tetiyi sərtləşdirib və yumşalda da bilərsiniz. Yəni, o özəlliyi də var. Çox yüngül bir modeldir. Deyərəm sizə, Kral N01-dən daha belə yüngül bir silah istehsal edibdir Gamo firması. Çox rahat, ələ yatımlı. Burasında gördüyünüz kimi sürüşməyən materialdan bir mexanizma var. Ələ çox gözəl oturur. Və bu hissəsində yenə ələ yatımlı, sürüşməyən bir material var. Və çox gözəl oturma qabiliyyəti var silahımızın. Üzərində 11 mm-lik Picatinny reisi var. Və qundağın arxa hissəsində isə dostlar, gördüyünüz kimi bunlar çıxır da bu rezinlər. Və qundağın istəyinizə görə bunu çıxardırsınız. Gördüyünüz kimi yumuşaq olur da. 3 ədəd rezin quraşdırılıb qundağına. Bu qaydada bunlar çıxardılır. Və qundağı sərtliyi gördüyünüz kimi yumuşaq oldu da. Deməli, qundaq hissəsi də sürüşməyən bir material, çox yumuşaq bir rezindən. Üzərində Gamo yazısı və deməli dostlar, yalnız icazə verilən bir kalibraj var. 4.5 mm. Başqa bu silahla danışmaqdan heç vaxt yorulmaram da mən. O qədər danışılası bir şey var ki, güc test elədim, 1-2 patron attım 30 metr məsafədən. Çox heyran qaldım da gücünə bu silahın. Kim əldə eləmək istəyirsə, nömrəmlə əlaqə saxlasın və bu silahdan sizə də təmin edeyim. Belə gözəl Gamo'nun tirin, yəqin ki, elə Gamo'nun öz patronunu atmaq lazımdır. Çünki 30 metr məsafədə qırma
yan-yana düşür də, o dərəcə dəqiq atır. Mən indi məhlənin uzunluğu 30 metrədir, hündür hasar var, bir 3 metrəyə yaxın. Rahat ateş aça bilirəm də, təhlükəsizlik qaydalarına riayət eləyərək. Və dostlar, Qamo roket də ucuş deməli yumru qırmadır. 0,62 qramdır çəkisi. Deməli dostlar, keçək ölçümlərinə. Mən sizə göstərmək istəyirəm. 116 santimetr uzunluğu var dilimizin, ox uzunluğu. Bu M1'də hardasa 110-112 santimetrdir. M1 lüksdə isə 130 neçə 134 falan santimetrdir uzunluğu. Deməli dostlar, lüləsinin uzunluğu tam 51 santimetrdir. Mən elə fikirləşirəm ki, bunun lüləsi buradan başlayır. 45 santimetr lüləsi var. Çünki burada lülə açıq hissəsi var lülənin. Baxın, görürsünüz, səsi irəliyə aparmır da özü ilə. Səsi atılan yerdə tulluyur. Çox interesli bir səsi var bunun. Qatladığınız zaman içində o nasosun səsin belə bir səs var. IDT qaz piston sistemi Formula 1 maşınlarında bilmirəm nəyə üçün istifadə olunur. Formula 1 maşınlarında istifadə olunur. Çox güclü və çox keyfiyyətli bir materialdandır. Hətta mən hələ indiyənə qədər bundan istifadə edənlərdən eşitməmişəm ki, bunun IGT qaz piston sistemi xarab olsun. Deməli, başqa nədən danışım dostlar? Lülə çıxış sürəti dediyim kimi 1000 FPS-dir. Bunun üzərinə qəşəng bir binokul montaj edərsən də keyfiyyətli və böyük zooma malik olan bir binokul montaj edərsən, yəni ki 100 metrə heç nədir də bu silah üçün. Mən N11 qaz pistonlu ilə dəmir hədəfə atmışdım. Onu da videoda göstərəcəm sizə. O deşə bilmədiyi dəmiri bunun bir dənə patronu ilişməyib. Hamısı deşibdir. Deməli dostlar, baxın, bura nişan almışam 30 metr məsafədən, bax qırmanın burası. Bunu qaz pistonlu N11-dən atmışam. Fikirversiz deşməyib. Deyə burada da var bax. Dərin çuxurları N11 qaz pistonlu ilə atmışam. Geri qalanın Voltram Armsandır, nədir? N01'dir, görürsünüz iz salıb hamısı. Bu hamısı deşibdir. Deyə burada atmışam, baxın. Hamısı deşibdir. Qamo sözünü deyir də. Qamo. Mexaniki nişangahına yəni bir belə dəqiq atır, bax. Və üstündəki öz mexaniki nişangahı çox incədir. Həddindən artıq. Arpacığına baxın hələ. Lap dınqılı bir şeydir. Görürsünüz arpacığını. Deməli, kim əldə etmək istəyirsə, mənlə əlaqə saxlasın. Ən məsləhət gördüyüm, biraz qiyməti bahadır. Qiyməti yorumlarda. Yorum yazın ki, videolarımıza baxan gəlsin. Olsun, baxış olsun. Kimə maraqlı olsa, mənlə əlaqə saxlasın. Çox sağ olun, kanalımıza abunə olub, videolarımızı bəyənməyi unutmayın. Master Hunter 97 Instagram və TikTok hesabımı da takip etməyə dəvət edirəm sizi. Gözəl kampanyalarımız olacaqdır. Necə gözəl? 20.000 abunə olanda Kral N11 hədiyyə eləyəcəm. Bir dənə ən çox videomu bəyənən və paylaşan bir nəfərə Kral N11 silah hədiyyə eləyəcəm dostlar. Çox sağ olun, izləmədə qalın. Sevilirsiniz. Sağ olun.